Ad Günü filmində Rasim Ocağovun orada bir fraza var. Evin kişisi canfəşanlıq eləyir ki, axşam evə qonaqlar gələcək, cürbəcür yeməklər bişirir, gedir ucqar bir yerdən balıq alır, gətirir və evdə ona irad tuturlar ki, sən niyə bu qədər canfəşanlıq edirsən, nə olub? Qonaqlardır, gələcəklər, yeyib içib gedəcəklər, bunun sənə nə xeyri var? Oğlan evin kişisi maraqlı cavab verir, deyir ki, mənim evimdə uşağım böyüyür. Bu uşaq bir dəfə düşünməyəcəkmi ki, mənim atamın qohumu, dostu, qardaşı yoxdur ki, bizə gəlib getsinlər. Mən ona görə eləyirəm ki, o da bir tərbiyə götürsün, bilsin ki, mənim atamın yaxını var, dostu var, qardaşı var, gəlirlər, gedirlər bizə. Mənim atam tək deyil. İndi bu film 1977-ci ildə çəkilib. Artıq həmin filmdə bu məsələ qeyd olunub, bu problem, bu həyəcan təbili ki, müasir həyat insanları bir-birinə yadlaşdırıb, xüsusilə şəhər həyatı. İndi artıq şəhər həyatı da yox, bu yadlaşma rayonlara, kəndlərə də sirayət edib. Mənim üçün bayramın psixoloji, sosioloji əhəmiyyəti birinci növbədə insanların bir-biri ilə təmasıdır, gəlgedidir. İnsanlar bir-biri ilə canlı ünsiyyəti bir-birinə dərman bilməlidirlər.